Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, Biləcəri yolu ilə, Deska yolu ilə, Binəqədi yolun üstündən ortasında, Dərman yolu deyilən ərazidə 2 ailə üçün 2 sotun içində 3 otaq aşağıda, 3 otaq aşağıda olmaqla 6 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiyməti videonun son dəqiqələrində sizə nəzərdə çatdıracağam. Bəyənməyi unutmayın, hörmətli izləyicilər, kommentara yazmağı unutmayın. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Gördüyünüz kimi də ev tam təmir vəziyyətdə təhvil veriləcək. Evin içində işlər gedir. Gördüyünüz həyətyanı sahəsi hardasa 1 sota yaxındır. Ev sahibi belə həyətin tam daşlarından düzüb, draplarını qoyub, qaz, su, işıq, kanalizasiya var. Sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir, kupçaya yararlı sənəddir. Gördüyünüz kimi də bax, burada da belə güləşmək üçün ev sahibi belə bir torpaq balaca bir yer saxlayıb. Giriş darvazası rahat həyətinə 3-4 maşın daxil ola bilər. Buradan daxil oluruq indi evin içinə. Bax, burada gördüyünüz kimi ev sahibi kombi sistemləri zaten hamısı burada, belə kollektoru burada yığdırır. Kombi sistemi zaten hamısı buradadır. Bu döşəmələri bura girən kimi döşəmələri istipoldur. Sağ tərəfdə burada studiyadır, yəni zal, mətbəx kiçik bir yerdə olacaq. Mətbəx bu hissədə olacaq və buradan bütün sistemlər çəkiləcək, krantlar qoyulub, oradan bütün hamısı, bütün şərait yaradılacaq. Bax, gördüyünüz kimi, hörmətli izləyicilər, baxın, bax, belə sistemdə göstərim. Döşəməsi stipoldaşı ayaqaltılar. 2 ailə içində tam uyğundur. Yayda zətdə oturmaq üçün də əlverişlidir. Ev tam təmiri təhvil veriləcək. Geniş pəncərəsi var, gördüyünüz kimi, hörmətli izləyicilər. Burada bir yenə də yataq otağıdır. Bura sanuzel hissəsidir. Aşağının, yəni sanuzel hissəsidir. 2 ailədə qala bilər, ya da bir ailə götürüb, yəni yayda, aşağıda, qışda da, yəni buradan istifadə edə bilərlər. Burada da bir yenə yataq otağıdır. Evlərdən də məsafəsi xeylidir. Havalanmaya da uyğundur. Arxadan hardasa 1 metr yarım məsafəsi var. Bax, bura təxmini hardasa 12 kvadratdır, hörmətli izləyicilər. Bu hissəsi də hardasa, demək, 3.20-nin 8 metr, 9 metrdir. Burada hardasa 30 kvadrat rahat var. Burada da yeni olduğu kimi 12 kvadratda burada olar. Demək, aşağıdan tanış olduq. Həyətyanın sayında birdən belə bir çəkirəm, baxın, genişliyi göz qabağındadır, hörmətli izləyicilər. Qalxırıq indi yuxarı. Qalxan kimi evin ətrafına da keçmək mümkündür. Bax, buradan da belə göstərirəm. Yan tərəfini, hər yerinə keçmək mümkündür. Maneəsi yoxdur. Qalxırıq yuxarı. Qalxan kimi, demək, geniş dəhliz hardasa 1.60, 1.70 olar, 2 metrə yaxındır, 1.80 zat var rahat. Bax, bunlar təzəvvürlə, hörmətli izləyicilər, damaponu zadı var hamısı. Gördüyünüz kimi də ev yəni hazır vəziyyətdədir, kombi sistemləri hazırdır, giryaşı vəziyyətdə olan ev olacaq. Demək, sağda burada, hörmətli izləyicilər, qonaq otağıdır, hardasa təxmini 22-24 kvadrat olar. Aboylar vurulub, qapılar dəyişiləcək, yəni bu ev yaşayışlı ev olub, oturulmuş evdir. Qapılar da ev sahibi dəyişib verəcək, hal-hazırda iş gedir. Mətbəxi təmiz, təzə mebeldir, bu gördüyünüz kimi. Təxmin 14-15 kvadrat buranın mətbəxidir. Sağlam vəziyyətdədir, təzədir, yəni mətbəx mebelləri, bunu nəzərdə çatdırın. Bu sotoda yuxarıdadır. Burada bir 14 kvadratlıq bir yataq otağıdır. Ev kurqabı qoşadaşdır. Bir yataq otağı da buradadır. Bu da hardasa 14 kvadrat olar. Təxmin ölçü deyirəm. Pəncərələrindən də tam rahat işıq düşür, hörmətli izləyicilər. Sonda, dəhlizin sonunda da bura sanuzel hissəsidir. Sanuzeldə təmiri vəziyyətdədir. Gördüyünüz duşqabı, vanniki hamısı qoyulub. Gördüyünüz kimi, hörmətli izləyicilər, baxın. Muntazda da hamısı qaydasında da düşdü, hamısı qoyulub.
Hörmətli izləyicilər, kimlər sevin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bəyənməyi unutmayın. Evin qiyməti də nəzərinizə çatdırım 120 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz, son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. 3 otaq aşağıda, 3 otaq yuxarıda. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Bəyənməyi də unutmayın, hörmətli izləyicilər.